Salam, hörmətli izləyicilər. Azərbaycan dilindən fonetika bölməsindən dərs izahlarımız davam edir. Sonu müxtəlif cinsli ST, ŞT, FT, XT samitləri ilə bitən sözlərin tələffüzündə aşağıdakı qaydalar gözlənilir. Birinci qaydamız. Belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz gəldikdə T samiti tələffüz olunmur. Məsələn, ST, sərbəstlik yazırıq, tələffüz zamanı T düşür, yəni tələffüz olunmur. Sərbəstlik. Həmçinin özündən sonra sözlə gəldikdə eyni qayda tətbiq olunur. Turist səfəri yazırıq, tələffüz zamanı turist səfəri. Eləcə də digər birləşmələrdə də ŞT, güzəştsiz yazılır, güzəştsiz tələffüz olunur. FT, neftçi yazılır, neftçi tələffüz olunur. XT birləşməsində xoşbəxtsən yazılır, xoşbəxtsən tələffüz olunur. Burada diqqət etdinizsə, bu cür birləşmələrlə bitən sözlərdən sonra həm şəkilçi gəldikdə, həm də söz gəldikdə eyni qayda tətbiq olunur. İkinci qaydamız. Belə sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz gəldikdə T samiti D kimi tələffüz olunur. Məsələn, ST, turistin yazırıq, turistin D kimi tələffüz edirik. ŞT, behiştin yazırıq, behiştin tələffüz edirik. FT, neftin yazılır, neftin tələffüz olunur. XT, xoşbəxtin yazılır, xoşbəxtin tələffüz olunur. Burada da diqqət etdinizsə, bu cür hərf birləşmələri ilə bitən sözlərdən sonra həm şəkilçi gəldikdə, həm də söz gəldikdə eyni qayda tətbiq olunur. Bir daha diqqət edək. Yəni ST, ŞT, FT, XT samitləri ilə bitən sözlərdən sonra həm samitlə başlayan, həm də saitlə başlayan şəkilçi və söz gəldikdə iki qayda tətbiq olundu. Birinci halda T tələffüz olunmadı. İkinci halda isə onun cingiltili qarşılığı olan D ilə əvəz olundu. Bu günlük bu qədər. Növbəti izahlarda görüşənə qədər.